Biz nə yeyiriksə, əslində o oluruq. Hippokrat belə deyirdi. Ona görə mən də sağlam həyatın, balanslı qidalanmanı və biraz da deyərdim, mif ovçuluğunun efirindən hər kəsi salamlayırıq. Axşamınız xeyirli olsun. Bugün danışacağımız mövzu bəli, düz bildiniz, qidalanma ilə bağlı olacaq. Hətta burada bəzi məqamlar var ki, mifləri çox-çox işıqlandıracaq. Hətta bir-iki cümləmizdən növbəti yenə də mif olacaq. Yəni bu dərəcədə. Çünki məqsədimiz bugün mifləri araşdıracaq. Sağlam qidalanma ilə bağlı danışacaq. Öz növbəsində sağlam qidalanma haqqında bilmədiklərimizi öyrənəcək kimdən? Nutrisiologdan, dietoloqdan, həm də bu xanım Andop məzunudur. Söhbət Şükran Sədirovadan gedir. Xoş gəlmisiniz. Xoş gördük. Axşamınız xeyir olsun. Hər kəsi mən də salamlayıram. Bu gözəl havada hər kəsin sağlam olmasını və radionu daha diqqətlə dinləməsini istəyirəm ki, miflərdən və sağlam vərdişlərdən agah olsunlar. Belə hava deyirsiniz, sizin belə könlünüzə yaxındır, hə, deyəsən? Yox. 2 gündə dalbadal yağan yağışları, günün olmamasına görə daha belə diqqətli, insan öz səhhətinə daha diqqətlə yanaşır bu havalarda onun üçün. Yox, var elə insanlar ki, deyir ki, bu mənim havamdır, məsələn. Məsələn, mən bəzən çox tutqun havanı görəndə, İstər-istəməz belə də qapılıram da. Gərək mən kimsə belə hər hansı bir musiqini oyatsın ki, özümə gəl. Yəni doğrudan gedirəm uzaqlara. Amma insan var ki, doğrudan deyir ki, ayda Səmirə, mən belə bir hava elə xoşlayıram. Doğrudan bu qədər mənə təəccüblü gəlir. Amma insandan insana fərq var da. Yox, mən də gün adamıyam. Hə, günəşi sevirsiniz. Nə gözəl. Düzdür, sabah bir balaca yağış səngiyəcək. Bu 2 gün aramsız oldu yağışlar. İnşallah ki, sabahda gözəl bir gün yaşayacağıq. Gün yaşamaqdan danışmışkən, həyatımızın bir də ayrılmaz hissəsi bizim qidalanmamızdır. Yəni, qidalanma zamanı etdiyimiz vərdişlərdir. Bir də bunu belə vurğulayardıq. İnsan var ki, çox yeyir, amma heç bir şəkisində dəyişiklik yoxdur. Amma insan da var ki, çox yeyir, o dəqiqə tərəziyə qalxan kimi çəki özünü göstərir. Hətta az yesə belə həmin şəxsdə, məsələn, tərəzidə o göstəricilər çox göstərəcək. Niyə belə olur, Şükran xanım? İnsan niyə tez kökəlir? İnsan hər bir fərd individualdır. Yəni bu orqanizmamızın biz götürsək 2 eyni çəkidə, eyni boyda olan insanlar, onların mübadilə sistemi tamamilə fərqlidir. Mübadiləsi sürətli gedən insanlar hər zaman arıq olur. Onlar yediyi qidaları dərhal parçalayır, enerji çevirir və onu da istifadə edir. Lakin mübadiləsi zəif olan insanlar bu genetik yapı ilə gələndir. Bir çox faktorlar var ki, qarşıda danışacağım bu faktorları da. Yəni onların hər biri bu mübadiləyə təsirdir. Zəif olan insanlar isə daha çox yığıcı, yediyi hər qram belə qidanın artıq pitoxmasına çevirə bilir. Burada suyun, hərəkətin, kalorinin hansı qidadan gəldiyinə belə təsiri vardır. Ona görə biz həmişə vurğulayırıq ki, yediyiniz qidaların çeşidlənməsinə, balanslı olmasına önəm verməliyik. Maksimal dərəcədə sağlam qidalanmalıyıq ki, bu cür problemlərlə, bu cür faktorlarla üzləşməyək. İndi proqramımızın vaxtı elə vaxta düşüb ki, altını keçmişik. 7-yə 5 dəqiqə işləyib və həmişə deyirlər ki, altdan sonra, nəyə görəsə 6 rəqəmi mənim üçün həmişə maraqlı gəlir. Altdan sonra yemək olmaz, altdan sonra insan kökəlir, piyə gedir, hər şey. Sizin ümumiyyətlə belə bir izahınız varmı? Elmi cəhətdən bu sübut olunubmu ki, doğrudan da altdan sonra yeyəndə kökəlir insan? Yox, altdan sonra kökəlmək bir tərəfdən hə deyə bilərəm, bir tərəfdən yox. Nə mənada? Əgər siz altdan sonra ağır qida qəbul edirsinizsə, yağlı qida qəbul edirsinizsə, bu qəbul elədiyiniz kilokalorini heç nəyə sərf eləmirsinizsə, bəli, tez də yatırsınız, 9-da, 8-də yatırsınızsa, bu sizdə kökəlmə verə bilər. Yox, siz saat 11-də yatırsınızsa, 6-da yeməyi kəsirsinizsə, burada sizdə 5 saat aclıq, həqiqətən insan onda yuxuya da gedə bilmir, çox acı olanda. Yəni, o zamanda heç bir problem yaratmır. Yəni, yuxu rejiminə bağlı olan bir şeydir. Əgər bir də ki, axşam yeyəndə biz daha yüngül qidalar, hətta protein belə qəbul edəsək, yüngül protein məsləhət edirik. Bu olsun, balıq olsun, toyuq olsun, parda bişmiş formalar, bitki mənşəli proteinləri tövsiyə edirik ki, onlar daha rahat həzm olunur, nəinki qırmızı ət. Ona görə insanlara hər zaman deyirik ki, gün ortanı yaxşıyız, axşamı biraz aşağı kalorili qidalanmanı
o yöndə tərəvəz yönümlü, daha aşağı kalorili qidalar seçməsinə üstünlük versinlər. Anladım sizi. Amma indi biz axı bilmirik dəqiq olaraq karbohidrat bizi kökəldir. Sonra dediniz ki, zülallar, protein bizi kökəldir. Biz gərək məlumatlı olaq ki, bilək də. Bəli, bəli, ümumiyyətlə bizim boşqabımızı götürəndə makro bir də mikronutriyentlərə bölürük. Makronutriyentlər bizə enerji verənlərdir. Burada yağlardır, karbohidratlardır, zülallardır. Mikronutriyentlər isə minerallar və vitaminlərə ayrılır. Makronutriyentlərdən karbohidratlar, biz sadə karbohidrat deyəndə ilk öncə insanların ağlına gələn un, şəkərdir. Çörək gəlir məsələn. Çörək gəlir, bəli. Yox, lakin burada karbohidratların sadə və mürəkkəb. Bunlar sadə karbohidratlardır. Mürəkkəb karbohidratlara gələndə isə bu bitkilərdir, tərəvəzlərdir, meyvələrdir, tam taxıllı bu unun növləridir, tam taxılların növləridir. Bunların hamısı karbohidrat adlanır. Yəni burada da artıq bu tam biz hər zaman məsləhət görürük ki, tam taxıllılardan boşqabımızda olsun. Çünki bu tam taxıllar bizə o qədər vacib bir qida maddələridir. Çünki biz enerjini karbohidratdan alırıq. Birinci ağzımızdan başlayaraq çeynədiyimiz anda karbohidrat parçalanır. Amilaza deyilən fermentin təsirindən karbohidrat parçalanır və biz orqanizmimiz dərhal enerjini karbohidratdan alır. Amma bizdə elə bir fikir yaranır ki, sanki bütün karbohidratlar ziyanlıdır. Xeyr, bütün karbohidratlar ziyanlı deyil. Karbohidratları böldük iki qrupa. Sadə karbohidratlar, mürəkkəb karbohidrat. Mürəkkəb karbohidratlar bizə çox vacibdir. İndi vurğulayım nəyə görə? Ona görə ki, karbohidratların tərkibində liflər var. Burada liflər suda həll olan, həll olmayanlara ayrılır. Bu liflər nə iş görür? Bunlar bizi həm uzun müddətli tox saxlayır, qan şəkərini stabilləşdirir, xolesterinin orqanizmə artmasını, yuxarıya qalxmasının qarşısını alır. Bağırsaq mikrofloramızın qida maddəsidir. Bağırsaqlarımızdakı olan bakteriyaların hətta enerji mənbəyidir. Yəni bu qədər çox iş görür və bağırsaq-beyin əlaqəsində çox böyük işlər görürlər ki, qarşıda da onları vurğulayacağam. Yəni çox böyük işləri var. Yəni biz tam karbohidratı kəsəndə bağırsaq mikrofloramız tamam dəyişir. Yəni bağırsaqlarımızda bizə lazım olan mikroflora pozulur. Bunun üçün karbohidrat biz rasionumuzda rəngarəng. Hər zaman nəyə görə deyirik ki, boşqabımız rəngarəng olsun, daha çox yaşıllıqlı, tünd rəngli, qırmızı, sarı hər rəngdən bulundurun. Buna görə ki, onların hər birinin özünün ayrı funksiyası var. Biz tövsiyə eləyirik ki, sadə karbohidratlardan uzaq olaq. Əgər götürsək ki, qida rasionumuzda gündəlik 100%lıq şkaladan biz 50-55%, bəzən 60%-ə qədər karbohidrat veririk. Burada sadə karbohidratların payına 10%-dən aşağı salırıq. İdeal 5%-dir. Bu yediyimiz bu desertlər də olsun, bu qazlı içkilər də bundan çox saxlamamağa çalışırıq. Yəni insanı birdən tamamımız çəkir deyənə məsləhət eləyə bilirik ki, yəni bir dəfəmdən problem olmur. Lakin daha çox digər bütün faizə isə karbohidratların doymamışların payına veririk. Bu karbohidratlardan vurğuladım ki, liflərlə zəngindir bunların. Bir suda həll olan liflər var, bir də həll olmayan liflər. Bu həll olan liflər ən çox meyvə tərəvəzin tərkibindədir. Meyvənin içi həll olan lifdir, qabıq hissəsi isə həll olmayandır. Həll olan liflər mədəmizə düşür, biz onu qəbul elədikdən sonra mədəmizdə şişir, orada həzm prosesi gec gedir deyənə artıq biz uzun müddətli tox qalırıq. Daha sonra isə bu həll olmayanlar isə bağırsağımızda. Bağırsaqlarımızda xəyal eləyin, təsəvvür edin ki, bir şotka, bir süpürgə alır, bağırsaqlarımızda bütün toksinləri, bütün şlakları hamısını təmizləyir. Bunun üçün biz vurğulayırıq ki, bir boşqab olsa belə, həm burada suda həll olan, həm də həll olmayan karbohidrat olmalıdır ki, bu proses zəncirvari prosesdə bir-biri ilə tamamlansın. Yəni lifli, tərəvəzli qidalanan insanların heç bir zaman mədə bağırsağında problemi olmur. Hər zaman onların bağırsaq sistemi normal işləyir, onların əhval-ruhiyyəsi yaxşı olur. Fikir versəz, vegetarian insanlara daha çox tərəvəz yeyən insanlar da hesab elədir. Onlar daha sakit, daha təmkinli insanlardılar. Çünki onların bağırsaq sistemi yaxşı işləyir.
Amma kim ki daha çox duzlu, şəkər, qazlı içkilər, Ümumiyyətlə qəbizlik olan insanlar baxırsan aqressiv ki, olur. aqressiv olur, bəli, çox Çünki doğru. bağırsaq mikroflorası onlarda pozulduğu üçün və orada bir çox proseslər var ki, onların hamısı tamamilə alt-üst olduğu üçün bu proseslərin hamısı insan gözlə gördüyü artıq onları. Ona görə bəs yeri deməyiblər də, yəni insanın bağırsağı onun beynidir. Bəli. Yəni hər şey beyinlə bağlıdır. O zaman gəlin soruşaq bizim dinləyicilərimizdən, aktiv dinləyicilərimizdən. Sağlam Radionun WhatsApp səhifəsi artıq aktivdir. Sağlam qidalanma haqqında nələri bilməliyik? 055 93 490 93-də gözləyirik suallarınızı. Yazın, göndərin. Düzdür, biz bugün mifləri daha çox alt-üst edəcəyik, axtaracağıq, arayacağıq. Görək nəyi mif kimi bilirik, nəyi doğru kimi bilirik. Hər halda gündəlik vərdişlərimizdə bu öz əksini tapıb. Məsələn, bu miflərdən elə ən çox hallananı elə o idi ki, axşam 6-dan sonra yemək olmaz. Razıyız və yaxud da ki, karbohidrat düşmənimizdir. Şükran xanımın sayəsində öyrəndik ki, bu heç də belə deyil. Yəni, elə bu miflərlə də biz davam edəcəyik. Hal-hazırda bir musiqi istəyirəm sizə dinlətdirim. Bir halda ki, havada yağışlı, bir romantik bir hava yaşayırıq hal-hazırda. Gəlin elə o musiqiyə də qataq və bərabər şəkildə dinləyək. Sizə yazın, suallarınızı göndərin. Suallarımızı bugün cavablandırır həkim nutrisioloq, diyetoloq, Andop məzunu Şükran Sədirova. Bugün hamınızın hardasa mətbəxinə, süfrəsinə bir baş vuracağıq. Əgər icazə verirsinizsə, araşdıracağıq görə ümumiyyətlə siz sağlam qidalanırsınız, yoxsa yox. Bəlkə sağlam qidalanma haqqında ümumiyyətlə sizin təsəvvürləriniz yanlışdır. Miflər deyirik bəzən buna və o mifləri də aydınlaşdırmağa, üzə çıxarmağa çalışacağıq. Dünənə qədər etdiyimiz bizə görə o düzgün vərdişlər əslində səhv bir addımlar da ola bilər. Bu haqda danışmaq üçün Sağlam Həyata bugün gəlib nutrisioloq həkim Andop məzunudur Şükran xanım Sədirova dəfələrlə proqramımızda çıxış edib. Biz onun maraqla, çox diqqətlə, bax belə mən əlimi belə qoyurdum, onun yalnız qidalanma haqqında düzgün informasiyalarına çox diqqətlə qulaq asırdım ki, onları gələcəkdə tətbiq edim. Həqiqətən gizlədim və eləcə deməli gəlir ki, dinləyicilərimiz də çox maraqla, diqqətlə onun söhbətlərinə qulaq asırlar. Harda qalmışdıq? Deməli miflərdə. Daha bir mif var. İstəyirəm ki, onu da aydınlaşdıraq. Deyir, niyə bəzən pəhriz saxlayan insanlar daha çox kökəlirlər? Mən də bu sualın üzərindən gələrək belə bir təcrübə ilə üzləşirəm. Bəzən doğrudan elə bir ki, istəyirsənsə çəkin biraz azalsın. Həmin gün deyirsən, gözünə söz verirsən ki, mən bunu yeməyəcəm, mən bugündən başlayıram. Əksinə, sənin hər dəfə çıxdığın o çəki, tərəzi səni o qədər belə deyək, hayal qırıqlığına uğradır ki, istəyirsən ki, budur səni günlərlə qəbul etmədiyin qidaların bu, necə deyərlər, bədəlidir. Bədəlidir, bəli. Bilirsiniz nəyə görə? Ümumiyyətlə, biz qidanı qəbul edəndə bədən stres almamalıdır. Çəki verəndə, qida qəbul edəndə stressiz olmalıdır bu proses ki, zövq ala iş görməliyik ki, bədən gərginləşməsin və rahat bir formada olanda daha rahat çəki veririk. Biz fikirləşəndə ki, bugün diyetə oturuq. Diyeta sözün özü biraz insanlara ağır gəlir. Həqiqətən çox insan pasientlərimə deyirəm, qidalanma planı vurğulayın, diyeta deməyək onda. İlk öncə diyetaya insan deyir, otururam, fikirləşir ki, yağsız, dadsız, duzsuz qidalar yeyəcəm, az yeyəcəm və ona görə də stresə girirlər və bədəndə kortizol hormonu başlayır artmağa. Kortizol hormonu özü birbaşa qidalanmanı tətikləyir ki, çox yeyək və o bədəndəki qidalı qlükozanı parçalayır, onu piyə çevirir. Yəni ona görə biz artıq başlayırıq stres keçirtməyə, daha çox yeməyə, daha çox piy toplamağa. Amma biz bu prosesi daha sakit formada, daha rahat bir formada keçirsək, yəni inandırım siz daha çox çəki verərsiniz. Bəzən olur ki, insanlar o siz dediyiniz kimi yemirəm, içmirəm, elə olur ki, inanırsınız, insanlar tanıyıram, gündə deyir 2 dəfə ancaq filan şey yeyirəm, amma çəkim yenə də artır və yaxud da ki, monodiyetə oturur, ondan sonra o qədər artır. Çünki balanssız qidalanırıq. Dəyişmir, ümumiyyətlə o qaldığın yerdə davam edirsən. Çünki biz az kalorili qidalananda bir kortizolun böyük bir faktordur ki, bədən stresə girir. Digər bir tərəfdən isə biz az qidalananda, öz bədən çəkimizdən aşağı kalori ilə qidalananda
bədən artıq o rejimə girir ki, qıtlıq dönəmidir və yediyi hər qram kalorini, enerjini artıq piyə çevirir, toplayır dərinin altına və fikirləşir ki, gələcəkdə bu qida bir gün kəsiləcək, mən onda depomdan istifadə edəcəm və o yo-yo effekti deyirik. Məsələn, dietanı kəsirik, dərhal 2 dəfə çox effekt kökəlmə gedir. Yəni bunların qarşısını almaq üçün ilk öncə individual hər kəs öz bədən çəkisinə görə, fiziki aktivliyinə, cinsinə, yaşına, çəkisinə görə kaloriya hesablanır. Ona uyğun da balanslı boşqab seçilir. Yəni biz balanslı boşqab deyəndə insanlar fikirləşir, bəzi insanlar fikirləşir ancaq toyuqdur, ətdir. Yəni ət yönümlü qidalar və ya da yəni zülal deyilən bunları qidalar yox. Yəni burada biz yağ da istifadə edirik, burada karbohidrat da istifadə edirik, burada protein də istifadə edirik. Hamısı olmalıdır balanslaşdırılmış formada ki, biz rahat çəki verək. Çünki bunlar elə bir makronutriyentlərimiz, elə elementlərdir ki, bunun birinin yoxluğu digərinin ona çevrilməsi. Bir zülaldan başqa əgər enerjimiz azalıbdırsa, karbohidrat yoxdursa bədəndə, yağ parçalanacaq, bizə enerji verəcək. Bunlar bir-birinə dönüşən bir proseslərdir. Enerji, yağımız da yoxdursa, zülalımız parçalanacaq, artıq bizə enerji verəcək. Yəni onları qarşısına almaq üçün biz hər zaman vurğulayırıq ki, balanslı olmalıdır. Karbohidrat ilkin etapda bizə enerji verir. Yəni ağızdan başlayır. Daha sonra yağlardır, bağırsaqlarımızdan sorulduğu üçün biraz gec o enerjini alırıq və zülal da bizim tikinti materialımızdır. Amma biz nə düşünürük? Biz düşünürük ki, yağsız qidalanırıqsa, demək ki, bu sağlamlıq deməkdir. Çox səhv, yanlış bir fikirdir. Yəni yeri gələndə yağ da olmalıdır. Bəli. Yağ gündəlik rasionumuzda o baxır seçdiyimiz diyeta növünə, o baxır bizim seçdiyimiz kombinasiyalarımıza baxır ki, nə qədər yağ seçə bilərik. Amma minimal yağ istifadə olmalıdır. Biz daha çox, məsələn, mən öz təcrübəmdən götürüm, pasientlərimi yuxarı yağlı, aşağı karbohidratlı diyetalarla daha rahat arıqladırım. Amma gəlin soruşaq ki, hansı yağlara? Burada sağlam yağlardır. Yağların özləri 2 qrupa bölünür. Doymuş yağlar, doymamış yağlar. Doymuş yağlar heyvan mənşəli yağlardır. Bunlar xolesterinə də təsir artırır, arterial problemlər də yaradır. Yəni ona görə onları rasionumuzda götürdüyümüz ümumi rasionun 10% məsləhətdir, 7% idealdır. Ondan yuxarı çıxın. Burada kərə yağıdır, heyvan yağıdır, bu quyruq yağı deyirik. Bunların hamısı nəzərdə saxlanılır. Doymamış yağların özləri isə bu bitki mənşəli yağlardır. Bir dənə burada Hind qozu yağına çıxmanın o doymuş yağlara aiddir. Qalan hamısı doymamışdır və bizə lazım olan, bədənimizə lazım olan badam yağı da. Badam yağı da doymamış yağlardan. O da doymamışdır. Bəli, bir dənə Hind qozu yağıdır ki, doymuş yağ turşusudur. Yəni digərləri isə doymamışlardır. Yəni bunların hamısı bizim bədənimiz üçün çox vacibdir. Biz bunları kənardan alıb, bunların tərkibində alfa-linolin turşusu var, məsələn, omega 3-də DHA var, EPA var. Yəni bunların hamısı çox önəmlidir. Linolin turşusu var, aleik turşusu var ki, orqanizmamız üçün çox önəmlidir. Digər bir tərəfdən yağsız pəhriz istifadə edəndə bizim bütün hormonlarımız, bütün hüceyrə membranımız və beynimizin 60% yağlardan ibarətdir. Burada triqliseritlərdən söhbət gedir. Əgər biz bu yağı azaldırıqsa, həqiqətən artıq beynimizdə mielinizasiya prosesi, bu sinirlərin ötürülmə prosesində zəiflik olacaq. İnsan qavraması, reaksiya verməsi zəifləyəcək. Hüceyrə zədələnəndə onun bərpası zəifləyəcək. Digər tərəfdən hormonlarımızda olan zəiflik isə, əgər biz yağ yemiriksə, hormon sintezi zəifləyəcək. Yəni görün nə qədər böyük bir problemə gətirib çıxardırıq bir dənə yağ yeməməyinə. Əvvəllər yəni yağ, doymuş yağlara üstünlük verirdik. Amma gəlin hansı şərtlərdə ona da üstünlük verirdik, ona da bir baxaq. Əvvəllər bizim kimi doymuş yağ yeyib, məsələn, kərə yağı, piydən istifadə edirdilər, quyruq yağından istifadə edib, yəni televizorun, planşetin qabağında oturmurdu nənə babalarımız. Yeyirdilər, onlar tarlada işləyirdilər. İnanırsınız, daha çox eşidirik o sözləri ki, bəs qədimdə axı çox yağdan istifadə ediblər. Biz nənə babalarımız axı belə təndir çörəyini batırırdılar, yağı yeyirdilər. Bəli, yeyirdilər, amma o bədəndə qalmırdı. O bədəndə o enerji forması parçalanırdı, tamamilə çıxırdı və o heç bir problem yaratmırdı. Amma günümüzə çönüb baxsaq, yeyirik, ya uzanıb yatırıq, ya televizora, hərəkətsiz, tam pasiv həyat tərzində. Əlbəttə ki, bu dövrdə yağlar, sağlam yağlar da ziyanlı ola bilər.
Ona görə ümumiyyətlə Amerika alimləri bu 70-ci illərdə bu siz dediyiniz kimi yağlar tamam rasional fikirləşdilər ki, arteriovaskülər problemlər, bu xolesterin olsun, damarda kirəcləşmə hamısı yağlardan gəlir. Yağları rasiondan çıxartdılar. Baxdılar ki, bu problemlər daha da çox artdı. Bəli. Çünki sadə karbohidratlara dəymədilər. Yağları sadəcə çıxartmışlar. Sonra elmi araşdırmalar apardılar ki, yağlar çıxan insanlarda daha çox arterial təzyiq əmələ gəldi. Bu insanda xolesterin artdı. Bu insanda Xolesterin də. Bəli, bir çox problemlər əmələ gəldi. Nəyə görə? Çünki sadə karbohidratlar azalmayıbdı. Sadə karbohidrat azalanda bu problemlər tamamilə sıradan çıxır. Ona görə balanslaşdırılmalıdır hər bir qidanı. Yəni porsiyada qidanın hər biri, yəni balanslı olmalıdır. Suyu belə şəfa olsa da artıq içəndə Dərd verir, bəli. Dərd verir. Aha, bir də Şükran xanım, bəzən indi eşidirəm son zamanlarda, həftədə 1-2 dəfə, hətta bir dəfə belə detoks, yəni detoksla çalışırlar ki, bir orqanizmi təmizləsinlər. Düzdür, onu düzgün şəkildə eləyənlər də var. Mən baxıram qaraciyərində, belə deyək də, çox qəşəng belə təmizlənmə gedir həmin insanlarda, amma nə deyirlər ona? Detoks pəhrizi də. Düzdür? Necə baxırsınız? Ümumiyyətlə doğrudan da orqanizmi təmizləyirmi, yoxsa ümumiyyətlə hər hansı bir orqanizm ümumiyyətlə təmizləmə ehtiyacı var? Nə qədər tez-tez bu detoks olunmalıdır ki? Yəni biz bağırsaqlarımızı da tənbəlliyə alışdırmırıqmı? Çox gözəl vurğulayırsınız. Detoks tək bu şirələrlə, bu smuzilərlə olan bir şey deyil. Bədənimiz doğulandan ölənə qədər detoks funksiyası ilə çalışır. Bədənimizin detoks funksiyası dayananda artıq ölüm baş verir. Yəni bu alınım və atılım sistemidir detoksumuz. Yəni bizim ağciyərlərimizlə bədənimizdə karbon qazı atılır. Bağırsaqlarımızla yediyimiz qidalarda olan şlaklar, bunların hamısı atılır. Qaraciyərimiz digər bir funksiyanı yerinə yetirir. Böyrəklərimiz sidik çöpərinə atır. Yəni tərlə bizim bədənimizdə yığılan ağır metallar atılır. Yəni bütün orqanlarımız detoks funksiyasını işləyir. Yəni detoks, mən qaraciyərimdə detoks bu günlər bunu eləyəcəm deyilən bir şey yoxdur. Detoksun zəifləməsi ola bilər bədənimizdə. Amma bizim, yəni yenə də vurğulayım, doğulandan ölənə qədər detoks funksiyamız aktivdir. Detoksun 2-3 funksiyası var. Alınım funksiyası var, atılım, bir də ara. Yəni alınımı biz dayandıra bilmirik, amma nəzarət eləyə bilərik. Yəni nə ilə? Bu sağlam olmayan qidaları qəbul rasionumuzdan çıxartmaqla bədənimizə dəstək oluruq, detoksunu artıra bilərik. Bu dərimizdə məsələn indi çox parfum istifadə edirik, efir yağları istifadə edirik, alkoqoldur, siqaretdir. Bunları uzaqlaşdıraraq biz bədənimizin detoks funksiyasını yaxşılaşdıra bilərik. Ondan sonra atılım funksiyalarını bədənin yaxşılaşdırsaq, necə? Qəbizliyimiz olmasa, qəbizlik problemini aradan götürsək, dərimizə yaxşı qulluq eləsək ki, dərimiz, tərləməmiz normal olsun. Bəzi insanlar tərləməni hətta botoksla və ya digər bir vasitələrlə tərləmənin qarşısını alır. Onun özü çox ziyanlıdır. Çünki tər vasitəsilə biz toksinləri atırıq bədənimizdən. Bunların hamısı bizim detoks funksiyamızdır. Yəni onları nəzarət eləsək, bədən öz-özünü təmizləyir. Qaraciyərdə, böyrəkdə, sadalığın bütün orqanlar özü-özlüyündə bu detoks funksiyasını yerinə yetirir. Sadəcə biz dəstək verə bilərik. Məsələn, alımı biraz azaltsaq, o sadaladığım paketlənmiş qidalardır, ziyanlı qidalardır, ziyanlı vərdişləri sıradan çıxartsaq və bədənimizə lazımı gələn vitamin və minerallarla təmin etsək, buradakı B-qrup vitaminlərdir, maqneziumdur, sinkdir. Bədənimizdə məsələn dəmir çatışmazlığı varsa, istər-istəməz bunu özü də bizə gətirib detoks funksiyasını zəiflədəcək, B-qrup çatışmazlığı varsa detoksu zəiflədəcək. Bunları yerinə qoysaq, qəbizliyimizi aradan götürsək, inandırım ki, sizə bizim artıq o smuzilərə ehtiyacımız yoxdur. Smuzilərə gələndə isə bu detokslar, bunların tərkibində yüksək miqdarda xlorofil olur. Xlorofil də hüceyrələrdə antioksidantlardılar. Və onlar, bəli, antioksidantlar bədənimizdə olan sərbəst radikalları özlərinə birləşdirdiyi üçün yüksək miqdarda detoks funksiyası kimin var. Lakin biz əgər sağlam olmayan vərdişlərimiz var, amma biz həftədə bir dəfə smuzi içiriksə, bunun heç bir effektini görməyəcəyik. Onun üçün mütləq nəzarət etmək lazımdır. Alınımla atılım sistemimiz açıq olmalıdır, yaxşı işləməlidir. Vaxtında biz qulluq eləməliyik. Ən önəmli detoksa dəstək olan su.
Adi su. Adi su. Bəli, suyumuzu biz gündə unutmasaq, içsək, bilirsiniz ki, su həll edicidir. Biz suyu içəndə yediyimiz bütün qidaların hüceyrə daxilinə daxil olması üçün yeganə həll edici sudur. Su olmayanda istərsəmiz detoksumuz zəifləyir, bədən temperaturamızda dəyişiklik olur, mübadilədə zəiflik olur. Buna görə də insanlar fikirləşməlidir, o smuzinin 2 smuzi hazırlayıb içəcəyinə 2 stakan suyunu bol içsə, sonra 1 stəkan smuzi hazırlayıb özünə yaşıl tərəvəzlərdən içsə, daha faydalı olar. Nəinki gün ərzində su içməyib, amma detoks funksiyasının detoksuna məşğul olsa, o qədər fayda görmərik. Məncə də. Ona görə də mən təklif eləyirəm ki, yenə biraz nəfəs alaq, smuzi də içə bilərik hər halda. Bəli, bəli. Sizə də təklif eləyə bilərik, çay da təklif eləyə bilərik. Bu arada qısa bir fasiləmiz olacaq. Bu müddət ərzində dinləyicilərimiz sual-cavab şəklində çox maraqlı bir faydalı məlumatı dinləyəcəklər. Həm də həkimlərimizə yeri gəlmişkən faydalı ola bir məlumatdır. Dinləyək bərabər şəkildə, sonra söhbətimiz yavaş-yavaş öz axarı ilə davam edəcək. Siz Sağlam Həyatdasınız, əziz bizim dinləyicilərimiz Sağlam Radioda. Nutrisioloqu dinləyirsiniz, diyetoloqdur, həm də Andop məzunudur Şükran Sədirova. 055 93 490 93-də gözləyirik suallarınızı. Bir suala cavab verir, sonra yaxşı qısa bir araya bağlanarıq. Hər kəs üçün deyir, ideal pəhriz varmı, yoxsa hər bədən fərqlidirmi? Qısa cavablandıraq. Xeyr, hər kəs üçün ideal pəhriz yoxdur. Hər bədənin yaşı, cinsi, kilokalorisine görə, maddələr mübadiləsinə görə individual seçilir. Aha. Yəni, sağlam qidalanma yazır təkcə bədən üçündür, yoxsa zehin üçündür? Ümumiyyətlə qida bədən üçün olduğu kimi də zehnə də birbaşa təsiri vardır. Belə ki, biz nə yeyiriksə, fikirləşsək ki, məsələn, bir dərman tabletkasını qəbul edirik, gündə bir dəfəm, o bizim orqanizmamıza necə təsir? Amma biz qidaları gün ərzində 5-6 dəfəm qida qəbul edirik. Sizcə bu bizim zehnimizə, bizim beynimizə, orqanizmamıza necə təsir edə bilər? O vurğuladıq ki, bağırsaq beyin əlaqəsi. Burada əgər bizim bağırsaq sistemdə mikrofloramız düzgün deyilsə, bizim zehnimiz də aydın olmayacaq. Yüksək miqdarda sadə karbohidrat qəbul ediriksə, qan şəkərimizdə oynamalar baş verəcək və bu zehin dağınıqlığı, yaddaş problemi, yəni konsentrasiya pozğunluğuna gətirib çıxardacaq. Lakin mürəkkəb karbohidratlarda qan şəkəri birdən-birə qalxmır. O türklərdə fırlamır yuxarı. Bax, ona görə biz məsləhət edirik ki, mürəkkəb karbohidratlardan qəbul edək ki, zehnimizi, konsentrasiyamıza birbaşa təsir göstərək. Şükran xanım, biz yaşıl smuzimizi içək, mən yaşıl xoşlayıram hər halda və çayımızı da sizə təklif edə bilərik. Daha sonra bir vacib məlumatı dinləyək bərabər şəkildə. İkinci saatdayıq dostlar və axşamınız xeyirli olsun. 5 noyabr tarixi və artıq 19'u keçmişik. Saatlar da az qalıb artıq proqramımızın bitməyinə, amma danışacağıq, bol-bol danışacağıq. Yenə də mifləri araşdırırıq. Sağlam qidalanma ilə bağlı nə realdır, nə həqiqətdir, nə səhvdir və yaxud nə yanlışdır. Çox sözlər eşidirik. Bəzən bayaq da söylədik birinci saatımızda ki, 6-dan sonra yemək olmaz, karbohidrat düşmən, detoks bədənimizi təmizləyir. Bu həqiqətdirmi, yoxsa sadəcə mifdir? Onu Şükran xanım bizə söylədi. Amma indi bu saatımızda biz bir daha yenə də qidalanma ilə bağlı danışanda unutduğumuz bəzi məqamlara da diqqət yetirəcəyik. Məsələn, şəkərlə bağlı istəyirəm ki, Şükran xanım bizə məlumat versin. Yeri gəlmişkən Andop məzunudur, nutrisioloqdur, diyetoloqdur və nutrisioloq, diyetoloq, Andop məzunu. Şəkər beyində hansı dəyişiklikləri yaradır? Biz istər-istəməz qidalanma ilə bağlı həmişə danışanda mütləq şəkildə şəkərə toxunuruq. Yəni bunsuz mümkün deyil. Bəli. Çünki karbohidrata necə toxunuruqsa, zülala necə toxunuruqsa, proteinə necə toxunuruqsa, o cümlədən də şəkər bizim elə bir ki, qidalanmamızın tən ortasında dayanır. Bəli, və vərdişlərimizdən də biri deyərdim ki, elə ən çox şəkər qəbul etməyimizdir. Bəli, nəyə görə? Yəni bizdə bu sadə şəkər, bunlar ümumiyyətlə sadə karbohidratlar gedir. Bu sadə şəkər işləm görmüş növüdür. Yəni bu bilirsiniz ki, şəkərin 2 növü olur da, bir qəhvəyi şəkər olur, bir ağ. Qəhvəyi şəkər şəkər çuğundurundan alınır, qamışından alınır. Lakin bu daha işləm gördüyü üçün bu heç bir qida dəyəri yoxdur. Sadəcə kalori baxımından bizə enerji verir. Lakin bir baxsaq ziyanı, bir tərəzinin 2 gözünə də qoysaq, bir çəki götürsək ki, bizə xeyri var, bu enerji verir və yaxud da ziyanı var, daha çox ziyanı var. Nəyə görə?
heç bir tərkibində lif olmadığı üçün birbaşa qəbul edəndə qanda şəkər miqdarını hədsiz dərəcədə sürətlə qaldırır. Beyində biz deyirik ki, karbohidrat vacibdir. Beyin üçün lazımlıdır. Lakin sadə karbohidrat, bu şəkərdən aldığımız enerji, qlükoza bizə lazım deyil. O bədəndə dopaminin səviyyəsini o qaldırır. İlkin o qısa müddətli məqsədə, istəyə çatmaq kimi. Gələn səfər daha çox yemək istəyir, daha çox şirinli bir şey qəbul etmək istəyir. Elə bizim öyrəncəlik halına gətirib çıxardır. Bunun üçün birinci ziyanlığı. İkinci mənfi cəhəti qanda şəkəri miqdarını qaldırıb endirdiyi üçün çox qısa müddətdə qaldırır, qısa müddətdə də o enerji düşdüyü üçün diqqət dağınıqlığı yaranır insanlarda və konsentrasiya pozğunluğu yaranır. Digər bir tərəfdən isə elmi araşdırmalar onu göstərir ki, yüksək miqdarda şəkər qəbul edəndə artıq beyində iltihabi proseslər baş verir. Buna görə də bəzi xəstəliklərdə ümumiyyətlə biz rasiondan çıxardırıq. Məsələn, autizm spektr pozuntusu olan uşaqlarda ümumiyyətlə şəkər tamam rasiondan çıxartmağa çalışırıq ki, onların özlərinin beynində iltihabi proseslər var. Onun qarşısını almaq üçün belə sağlam bir insan belə durmadan və yaxud da gündə bir neçə dəfə şəkərli qida qəbul edirsə, daha sonra özü onu hiss edir ki, biraz artıq əvvəlki kimi qavramada, biraz diqqətini toparlamada əziyyətlər çəkməyə başlayır. Yaddaş necə? Yaddaşda da zəiflik verir. Bəli, istər-istəməz qan şəkəri qalxıb düşdükcə yaddaşda da. Çünki bu ötürülcülük, sinirlər arası impulsların ötürülməsi zəiflədiyi üçün yaddaşda da mənfi təsirləri göstərir, zəifləməsinə gətirib çıxardır. Əvvəllər hər gün səhər-səhər uşaqlar şirin çay, pendir yeyirdisə, bizim özümüz elə. Bəli, həmişə məktəbə gedərkən amma biz o enerjini çıxardırdıq. Yəni o bizə o qədər bir dəfə onu yeyirdi. Amma indi uşaq evdən çıxır, bir dənə şirin çayını içir, pulkisini yeyir. Səhər-səhər ümumiyyətlə sadə ağ çörəyini yeyir. Əvvəl o bir qidadan alırdıqsa, demək istəyirsiniz. Bəli, indi daha çox, indi yəni gün ərzində o qidaların sayı tükənmir. Yəni məktəbə gedir, bir bulkusunu yeyir, məktəbə gedir, bir şokoladını yeyir. Yəni sağlam karbohidratdan yox, işləm görmüş karbohidratdan o qədər enerji alır ki, artıq başlayır hüceyrələrdə iltihabi proseslər baş verir, qan şəkərində oynamalar baş verir. Amma əvvəllər bir dənə səhər-səhər biz onu içirdik, gedirdik, meyvə yeyirdik məktəbdə, çərəz aparırdıq özümüzlə. Yəni sağlam qidalanırdıq. Ona görə də bizə o qədər təsir etmirdi. Lakin indi günümüzdə bütün qidalarda demək olar ki, sadə şəkər istifadə olunur. O baxımdan çox ziyanlıdır. Yəni yaxşı, beyin hansı qidalardan enerjini daha çox alır? Ümumiyyətlə beynimiz dedim ki, yağlardır. Önəmli 60% yağlardan təşkil olunub, doymamış yağlardan. Burada triqliseritlərdən ən çox götürürük. Burada omega 3 yağ turşusu beyin üçün əvəz olunmazdır. Burada deksaheksain turşusu var ki, sırf melinizasiya prosesində iştirak edir. Yəni o baxımdan beyni önəmli qidalardan biri yağlardır. Digər önəmli qidalardan isə zülaldır, protein. Yəni protein əksikliyi beynin həm həcminin zəifləməsi, həm hüceyrələrin ötürülməsində, hüceyrələrin inkişafını zəiflədir. Digər bir tərəfdən karbohidrat da lazımdır bədənə, çünki bədən beynimiz ən çox enerjini sərf edən orqanımızdır. Amma bu alınan enerji nədən alınır? O önəmlidir beyin üçün. Bu sadə karbohidratdan alır, dərhal beyin enerji ilə dolu. Yoxsa mürəkkəb karbohidratlardan alır, bu tədricən beyin sərf elədikcə bu enerjini alır. Yəni burada fərq var ki, birdən-birə qəfil birdən-birə enerji gəldi, beyin o enerjini parçalayıb dağıda da bilmir hara parçalasın. Ona görə də diqqət dağınıqlığı yaranır. Hər adamda müxtəlif cür olur. Məsələn, deyirsiniz ki, beyinə gedib çatır qidalar və bizə enerji verir. Uşaqda da eyni olur, yeniyetmədə də eyni olur, yaşlı adamda da eyni. Uşaqlarda daha çox, çünki uşaqların beyninin inkişaf edən dövrüdür. 0-5-6 yaş uşaqların beyninin formalaşdığı dönəmdir. Biz burada daha çox zülallı qidalara üstünlük veririk ki, beyin hüceyrələrinin strukturu formalaşsın, neyronlar formalaşsın. Və artıq bu formalaşandan sonra biz ona dəstəkləyici formada yanaşırıq ki, beyinə hüceyrələrinin ölənlərin, yenilənənlərin, zədə görənlərin bərpası üçün istifadə edirik. Burada yağları istifadə edirik. Amma məsələn, orta yaşlı, məsələn, 50 yaşından sonraki insanın çox yüksək miqdarda proteini seçib istifadə eləməsi beyni üçün
o da tam düz deyil. Çünki orada artıq onun bədənində o proteinin həzmi, proteinin parçalanmasında zəiflik yaranır. O baxımdan uşaqlarda daha çox bu beyin inkişafı oldu, beyin inkişaf etdiyi üçün yeniyetməliyə qədər daha çox proteindir, yağdır, daha sonra isə karbohidratlara üstünlük verilir. Sağlam qidalanma haqqında bilmədiklərimiz, miflər və gündəlik vərdişlər budur mövzumuz bugün Sağlam Həyatda və suallarımızı nutritsioloq, diyetoloq Andop məzunu Şükran Sədrova cavablandırır. Sizin də suallarınız bizim üçün maraqlıdır. Təbii ki, göndərin WhatsApp nömrəmizə 055 93 490 93-ə. Qısa-qısa cavablandıra bilərik bu mifləri əslində. Kofe və yaxud da ki, enerji içkiləri beyin fəaliyyətini doğrudan artırırmı? Kofein tərkibində kofein olduğu üçün beynin müəyyən bir miqdarda qəbul edəndə 1-2 stəkan, yəni bu 400 mq-a qədər beyni oyanıqlığı verir və kofein tərkibində polifenollar var ki, onlar antioksidantdırlar. Bu beyinə çox yaxşıdır. Amma burada enerji içkilərini saya bilmərik. Kofe təmiz kofe içiriksə, burada şəkərsiz, o üçü birində qarışıqlı olan yox, təmiz dəmləmiş kofe nəzərdə saxlayırıq. Amma enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var. Yəni onlar artıq 800-900 mq-dan hesablanır. Yəni bu 2 qat gündəlik dozanı aşırıq. Və şəkər var, əlavə stimulyatorlar var ki, ürək damar problemlərini yaradır. Ona görə biz enerji içkilərini bir kənara qoyaq. Kofe ilə məsləhətləşək ki, kofe daha yaxşıdır. Gündə 1-2 fincan, o da ac qarna qətiyyən hər zaman vurğulayırıq, kofe olmaz. Səhər yeməyindən sonra içə bilərsiniz. Səhər bir ac qarnı içmirik ki, mədə turşuluğunu artıra bilər. Amma içənlər var. Bəli, o çox ziyanlıdır. Gələcəkdə onlar qastrit problemi ilə hər zaman üzləşirlər. İkincisi də səhər sübhdən ona görə içmirik ki, bədənimizdə kortizol hormonu yuxarıdır və kofein kortizol hormonunu tətikləyir. Və yəni kortizol hər zaman onu pis qəbul eləmirik. Kortizol bizi oyadır, günə başlamamıza təmin edir o ölçüsündə. Miqdarında. Stres hormonu. Stres hormonu. Stresin özü bizə oyanıqlıq gətirir. Hansı ki, bizə lazımdır. Amma onun artıq dərəcəsi artıq iltihabi proseslərə, ürək damar problemlərinə, yuxu pozğunluğuna gətirir. Ona görə balansda səhər ac qarnı içmirik, saat 11, 12, 1, 2 arası içirik. Bir də axşam 6-dan sonra içməməyə çalışırıq ki, yuxumuzu pozmasın. Amma siz 3 dəfə dediniz, maksimum 2 dəfə tövsiyə edirdilər. Yox, 2 dəfə vurğuladım. 2 dəfə. Yəni bu 200-400 mq, yəni bir fincan 200 mq-dır, 400 mq 2 fincana qədər qəbul etmək tövsiyə edirik. Bəli, beynin fəaliyyətinə dediniz ki, təsir edir, özü də beynin işində yəni asanlaşdırır. Bəli, yaxşı. Konsentrasiyanı da gücləndirir. Aydındır. Sonra digər miflərə toxunaq. Əgər mifdirsə, təbii ki, siz aydınlıq gətirəcəksiniz. Omega 3 çatışmazlığı beyin üçün faydalıdırmı? Omega 3 ümumiyyətlə bizim orqanizmamız üçün çox belə qoyaq sualı. Balıq yeyən insanlarda beyin fəaliyyəti yaxşı olur həqiqətən? Bəli, elədir. Bu bir həqiqətdir. Bu elmi sübut olunmuş bir həqiqətdir. Sübutlarla İstənilən balıq. İstənilən balıq, yağlı balıqlar fərq etmir. Yəni hər bir balığın tərkibində burada heksadeksain turşusu ilə EPA dediyimiz eksapentain turşuları var ki, bunların miqdarında azlıq, çoxluq ola bilər və omega 3 yağ turşusunda məsələn özündə azlıq, çoxluq ola bilər. Amma hər halda heç yeyilməməsindənsə həftədə minimal olaraq 2-3 dəfə balıq yeyilməsi tövsiyə olunur. Daha çox marketinq yönümlü vurğulayırıq. Bəzən vurğulanır ki, bəzi balıqlar istifadə olunsun və yaxud da bəzi dərmanlar. Amma heç yeyilməməsindənsə biz tövsiyə edirik ki, yerli balıqlar, məsələn, indi bizdə sezon balıq sezonudur. Bəli, mövsümi balıqlardan istifadə edə bilərik. Vacib deyil ki, biz xaricdən gəlmiş bu salmon olsun, digər başqa balıqlar olsun, onlardan istifadə eləsin. Yəni omega 3 beyin üçün əvəz olunmazdır. Sırf beyin hüceyrələrinin inkişafı üçün, mineralizasiya üçün, yəni beynin inkişafına əvəz olunmaz bir yağ turşusudur. Digər gəlirik mifə və yaxud həqiqətə, indi siz aydınlaşdıracaqsınız. Telefon və yaxud da ki, televiziya qarşısında yemək artıq çəkiyə doğrudan səbəb olur? Bəli. 2017-ci ildə Amerikalı alim Avery bu barədə elmi araşdırma aparıb və o nəticəyə gəlibdir ki, mavi ekran qarşısında qida qəbul edən uşaqlarda qidalanma normal insanda
20 dəqiqəyə beyinə çatırsa, uzun sov beyinə ki, mən doymuşam, bu insanlarda yarım saat və ya 35 dəqiqəyə çatır. Yəni 5-10 dəqiqə yubanma olur. Bu da düşüncəsiz qidalanma deyilən bir termin var. İngiliscə mindless eating deyilir. Yəni insanlar düşünmədən, fərqində olmadan artıq yeyir. Hətta o isbat edir ki, sağlam boşqab belə olsa, o porsiyanı aşır insanlar. Telefonda, mavi ekran qarşısında qidalanmağa başlayırsa, o onu aşır. Ümumiyyətlə bəzi ədəbiyyatlar 2 yaş yazır, bəzi ədəbiyyatlar 3 yaş yazır. Uşaqlar mavi ekran məruzəti olmamalıdır. Çünki bunların həm gözün inkişafı üçün, həm beynin inkişafı üçün olmamalıdır. Aha. Çox təəssüf ki, günümüzdə mavi ekrandan uşaqlar 6 aydan sonra artıq yeni qidaya başlayır, mavi ekrandan qidalanır. Gəlin bunu aydınlaşdıraq. Biz indi deyirik, yox, olmaz. Yəni faktlar, araşdırmalar göstərir ki, birbaşa olaraq təsir göstərir. Bəli. Amma bunun gəlin biraz da izahatını verək Şükran xanım, düzdürmü? Bəli. Yəni söhbət mən bilmək istəyirəm, nədən gedir? Sürətli yeməkdənmi gedir söhbət? Biraz ləng yemək lazımdırmı? Aram-aram yemək lazımdır. Onda artıq şəki yaranmayacaq. Hətta onlar baxmayaraq ki, televiziyaya baxacaqlar. Nədir burada belə deyim də? Problem yaradan. Nədir də? Bax, o bəli, məqamı bilmək istəyirəm ki, söhbət nədən gedir burada? Mavi ekran qarşısında olan Sir insan, nədədir? olan insan düşünmədən çiynəmir qidanı. Oturanda normal insan danışa Demək ki, sürətli yeyir. Sürətli yeyir və bu mavi ekrana baxan insan istər-istəməz bu reklamlar olsun, bu sosial mediadan olsun, paketlənmiş qidalarda, işləm görmüş qidalara daha çox üstünlük verirlər və onların yüksək kalorajı var, lakin qida dəyəri çox aşağıdır. Ona görə onları qəbul eləyir artıq kalori ilə. Düşünmür, fikri yeməkdə deyil, yəni bunu tam çeynəmir. Biz hər zaman vurğulayırıq ki, hər qidanı minimal olaraq 20 dəfə çeynəməliyik. 20 üstə gəl 20 belə bir qayda elə var. termində var, yaşına görə də var. Məsələn, uşaqlarda yaşına görə çeynətdiririk ki, 3 yaşın varsa 3 dəfə çeynə. Yaş artdıqca onu çeynəməsini artırırıq ki, bu yaxşı çeynənsin. Digər, məsələn, biz yaşlarda isə yemək horra formasına minimal olaraq ən azından yaxşı çeynənməlidir ki, ağızdan artıq karbohidrat sorulsun, sonra mədədə gəlsin, proteinlər parçalansın, bağırsaqda da yağlar parçalansın. Biz bunları eləməyəndə qəbizliyə gətirib çıxardır. Biz bunu eləməyəndə daha çox istər-istəməz yeyirik. Bir fikir versəz uzaq şərqdəki insanlara, bu Çinli olsun, Yaponiyası olsun, o insanlar hər zaman arıqdır, kök deyirlər. Onların boşqablarında hər zaman o çubuqları olurdu özlərinin. Onlar onunla qidalanır. O boş-boşuna onlarda o milli üslub olmayıb. Etiket bəli deyil. Bəli. Ona görə ki, onlar düyünü hər dəfə az-az götürdükcə, yəni vaxt udurlar və porsiyanı az qoyurlar, daha çox çeynəyirlər. Və onlarda çox nadir hallarda vilkanın çəngəli görə bilirik. Yoxdur. Amma onların hər birinə fikir verin, necə arıqdılar. Amma onlar sizə deyim ki, çox sağlamdılar və onlar hər zaman balanslı qidalanırlar. Sırf o az-az, yavaş-yavaş qidalanır və onları qida mədəniyyətinə baxsaz, onlar heç bir zaman yeməyi tək yemirlər, ailəvi formada təşkil edirlər. Ya ən zəif halda dostları ilə, kimlərinsə kollektiv formasında yeyir. Bunların özlərinin hər birinin insan qidalanmasına təsiri vardır. İnsan tək yeyəndə hər bir şeydən istədiyindən çox yeyir. Çeynəmədən odur. Amma insan içində istər-istəməz biraz daha çox çeynəməyə, bunların hamısı... Çünki arada söhbət edirlər. Bəli, söhbət edirik, vaxt gedir və artıq sən 20 dəqiqəyə doymuş hiss edirsən və porsiyan biraz qalır. Amma tək olanda onu aşırıq. Və mavi ekranda bizim beynimizə icazə vermir ki, bizə fikrimiz yeməyimizdə olsun. Mavi ekranda olduğuna görə qidaya çatan, beynimizə çatan siqnal zəifləyir. Bəli, doymaq hissi elə bir ki, çatmır, gec çatır. Mən bir yerdə oxumuşdum ki, deməli, qidalanarkən hətta arada bir, bu nə vaxt kömək eləyir? Aralamaq istəyənlər üçün xüsusən. Deməli, qidalanırsınız, tutaq ki, bir dəfəyə oturmusunuz yeməyə, çəngəli arada bir 3-4 dəfə boşqaba vurmaq lazımdır. Boş çəngəli. Onu işləmişdi. Elə bir ki, o da biraz vaxt aparır. Vaxt aparır axı. Birdən özünüz fikirləşin. Elə bir yeyirsiniz, qidalandınız, tutaq ki, udqundunuz, qida getdi və həzm olunur. Yavaş-yavaş da siz bu vaxt ərzində çəngəli biraz elə bir ki, aramla, fasilə ilə
Yəni boşqaba vurursunuz. Biraz keçir yenədən həmin o qida qallığını yeməkdə davam edirsiniz. Belə, bəli, fasilələrlə. Yəni onu yada salmaq lazımdır. Maraqlıdır. Həqiqətən mən də bu gün maraqlıdır, çox maraqlı. Mən pasientlərimə tövsiyə edirəm ki, çalışın ki, qidanı qoyanda sayasız. Hər dəfə sayın. Bəzi çox pasiyentim var ki, o da işlənmiş üsul ola bilər. Bəli, qəbizliyi birbaşa bağlıdır, çeynəmədiyi üçün qidanı çeynəmir, xırdalanmır. Və ona vurğulayıram, sonra yəni bir həftə ərzində çox az da olsa bu vərdişi formalaşdırında həqiqətən geri dönüşü çox gözəl olur ki, ay doktor, mənə nə qədər kömək edir, sayıram. Deyir, hələ çatdıra bilmirəm 20-yə, 10-15-də uduram. Amma deyir, yenə də o böyük fərqi hiss eləyirəm. Dinləyicimiz yazıb ki, Samirə xanım, o bəzi ölkələrdə o üsul işləməməlidir. Çünki o başqa mənada verə bilər. Aha, yəni qeyri-etik bəli səslənə bilər. Bəlkə mentallıq fərqlidir tamamilə. Təbii, yəni çox düzgün qeyd edirsiniz. Təşəkkür edirəm bu məlumatınıza görə. Qısa bir aramız olacaq. Elə bu yerdə də bax beləcə bu cür enerji ilə qalın. Çünki Şükran xanımla söhbətimiz davam eləyəcək. Eyni enerji ilə bilmədiyimiz mifləri də bir daha öyrənəcəyik. Düzgün vərdiş nədir? Balanslı qidalanma necə olur? Məlumat alacağıq. Çünki əsas məsələ bugün bizim qidalanmamızla bağlıdır. Mövzu da belədir. Sağlam qidalanma haqqında bilmədiklərimiz. Gündəlik vərdişlər, miflər. Budur mövzumuz. 055 93 490 93-də gözləyirik suallarınızı. Qısa bir reklam arasına bağlanırıq. Necə deyərlər? Rahat nəfəs alırıq. Sonra söhbətimiz eyni axarla davam edəcək. Ay nə gözəl mahnılar da səslənir 93 FM-də, Sağlam Radioda. Xüsusən bax belə bir havada bu cür mahnıları dinləmək başqa bir aləm bir zövq verir. Təşəkkür edirik Surxan bəyə. Buradan elə salamlarımızı çatdırırıq və həqiqətən playlistinə görə minnətdarıq ona ayrıca. Və qayıdırıq mövzumuza. Biz axı bugün mifləri araşdırırıq Şükran xanımla bərabər. Bir neçə miflər də var ki, dolaşır beynimizdə. Çörək kökəldir, sonra meyvəni yeməkdən sonra yemək olmaz. Bu ikisinə hələ ki cavab verin. Sonra digər suallarım olacaq. Mifdir, doğrudan bu. Çörək kökəldir. Çörək də sadə karbohidratdır. Əgər kalori baxımından siz defisit vermək istəyirsinizsə, artıq yeyirsinizsə, bəli, kökəldə bilər. Tək çörək deyil, sadə karbohidratların hər biri qida dəyəri aşağı olduğu üçün sadəcə onlar sizə yüksək kalori verir. O baxımdan kökəltmə verə bilər. Əgər yediyiniz qida ilə sərf etdiyiniz enerji, yəni aldığınız enerji ilə sərf etdiyiniz enerji bərabər deyilsə, aldığınız enerji sərf etdiyiniz enerjidən çoxdursa kökəltmə verəcək. Çörək də olmasa hər bir içdiyiniz suda kökəldəcək sizi. Onun üçün aldığınız enerji verdiyiniz enerjidən az olmalıdır. Yəni biraz çox siz enerji sərf etsəz arıqlayasınız. Yəni orada çörəyin üstünə yıxa bilməliyik. Sadəcə çörəkdə məsələn gluten problemi olan insanlarda biraz sıxıntı yaşada bilər. Çörəyi çox yesək məsələn problem yarada bilər ağ çörək. Biz bunun yerinə tövsiyə edirik tam taxıllı çörəkdən, kəpəkli undan hazırlanmış, yulafdan hazırlanmış çörəkləri tövsiyə edirik ki, bunlar mürəkkəb karbohidratdır və bu bizdə problem yaratmır. Çörəyi də rahat-rahat yeyə bilərsiniz, amma yenə də porsiyanı aşmamaq şərti ilə. 1-2 dilim yeyirsinizsə onu, yəni bir yarım çörəyə oturub qoysaz qabağınıza yesəz, təbii ki kökəldəcək. Bəs digər meyvəni yeməkdən sonra yemək olmaz. Meyvə də qida tərkibində liflə zəngin olan qida maddəsidir. Yəni burada sadə mürəkkəb karbohidratdır. Biz əgər məsələn porsiyamızı qoymuşuqsa, biz daha çox tövsiyə eləyirik ki, snack kimin ara öğündə meyvəni yeyək. Amma siz dərhal yeməkdən sonra meyvə yemək istəyirsinizsə, orada heç bir sıxıntı yoxdur. Siz dərhal sonra meyvənizdə əgər sizin gündəlik məsəl üçün 2000 kilokaloriyadırsa bölmüsüz ki, mən məsələn bunun 600-ünü səhər yeyirəm, 600-ünü günorta yeyirəm, qalanını axşam yeyirəm və yaxud da ki, bu 600-lüyün içərisində meyvənin də payı varsa, onda rahatlıqla yeyə bilərsiniz. Yəni meyvə ilə bir sıxıntı vermir insanlara. Daha çox dediniz həqiqətə bu bənzər. Necə? Daha çox bu həqiqətə bənzər, mifə yox. Mifə yox, həqiqətdir. Yəni yeməkdən sonra meyvəni rahatlıqla nuş edə bilərsiniz. Necə baxırsınız? Ümumiyyətlə sosial mediada aktivsiniz? Yox, çox aktiv deyiləm. Sosial mediada bəzən möcüzəvi adı da bax belə dırnaq içərisində yazılır. Möcüzəvi reseptlər, möcüzəvi arıqlama üsulları, hətta belə pəhriz reseptləri bax açırsan, baxırsan, deyirsən nə gözəl pəhriz. Nə yaxşı pəhrizdir bu. Çox güclü reklamlar gedir. Bunlar marketinqdir.
Hər bir Nə dərəcədə insan təhlükəlidir? Baxın, sizin əslində tam hüququnuz var, nutritsioloq kimi, diyetoloq kimi bu barədə danışmağa. Bəli, təhlükə baxımından çox təhlükəli ola bilər. Nə baxımdan? Bunlar çox aşağı kalorajlı diyetlərdir bəziləri. Ya monodiyet olur, ya çox aşağı kalorajlı 800, 1200, 1000 kilokalorilik diyetlərdən. Lakin normalda mən 1800, 2000 kilokalori qida qəbul edən insanamsa, mən arıqlamaq istəyirəmsə, maksimal olaraq biz 500 kilokalori defisit veririk. Və bu 500 kilokalori də həftədə yarım və yaxud da 1 kilo çəki itkisinə gətirir. Lakin siz təsəvvür edin ki, sizin normalda yemək yeyib və uzandığınız halda sizin bədəninizin bu yediyiniz qidaları parçalanması üçün 1500 kilokalori enerji lazımdırsa, siz alırsınız 800, 1000, 1200, bu deməkdir mübadiləsiz zəifləyir. Və daha bundan sonra isə nə baş verir sizdə? Bədən qıtlıq dönəminə, verilişin əvvəlində vurğuladığı qıtlıq dönəminə keçir. Bədən artıq stres alır. Kortizol hormonumuz artır. Bir müddət çəki verirsiniz. Çünki bədən bütün enerjini toparlamağa başlayır. Sonra başlayır piylənməyə. Bədəndə piylənmə əmələ gəlir. Bu diyeti kəsəndən sonra dərhal 2 qat çəki almağa başlayırsınız. Yo-yo effekti yenə formalaşır. Özü o dəqiqə göstərir o effekti, mən sizə deyim. Bəli, saxlayan kimi. Çünki ya monodiyet olur, bir makronutriyentdən istifadə edirik. Məsələn, ya karbohidratdan istifadə olunur, ya zulaldan istifadə olunur. Ən təhlükəsi də bəzən rastlama çıxır. Ketojenik diyet adı ilə insanlara çox böyük, məsələn, məlumat verirlər ki, ketojenik diyetlə bu qədər çəki idi. Ketojenik diyet dedikdə bu tibbi göstərişi olan bir diyetdir. Biraz təhlükəli diyetdir. Nə mənada deyəcəm? Burada karbohidratlar 5-10%-a düşür. Normalda karbohidratı biz qəbul edirik 50, 55, 60%-a qədər. Bu mürəkkəb karbohidratların payını vurğulayıram. Bunu biz gətirib salırıq aşağı 5-10%. Nəyə görə? Bu bəzi epileptik uşaqlarda, Alzheimerlı insanlarda, autistik uşaqlarda istifadə olunan qısa müddətli diyetlərdir. Biz burada bədəni ketoza salmağa çalışırıq ki, beyin hüceyrələri qlükozanın yox, ketozun hesabına enerjini alsın. Və bunu bir həkimin nəzarəti olmadan insan istifadə edəndə bu ağır fəsadlar gətirə bilər. Bu insan ketoza düşə bilər, yəni komaya qədər gedib çıxa bilər. Ona görə insanlar mütləq nəzarət etməlidir. Yəni həkim nəzarəti mütləq olmalıdır. Və siz o sosial medialarda o adamı tapa bilməyəcəksiniz məsuliyyətini, çünki daşımayacaq o. Bəli, bəli. Lakin bunun adı, məsələn, bir başqa diyet var ki, burada yuxarı yağlı, aşağı karbohidratlı diyetlər. Burada 20-25%-a gəlir, çıxır. Yenə də biz vurğuluruq ki, ketojenik diyeti biz xəstəyə yazanda vurğuluyuruq ki, bu bağırsaq mikroflorasını dəyişəcək. Çünki karbohidrat vurğuladıq ki, liflərlə zəngindir və bağırsağımızın qidasını təmin edir, enerjisini təmin edir. Burada istər-istəməz mikroflora da dəyişir və ona görə də biz bu diyeti uzun müddət yaza bilmirik. Hətta burada zulallara da üstünlük verdiyimiz üçün, çünki zulalların da payı 25-30%-ə qədər qalxır. Böyrəkdir, qaraciyərdir, yenə də bu yükü götürür üstünə. Bu baxımdan biraz ehtiyat eləmək lazımdır. İnsanlar insanlar hansı diyeti istifadə edə bilər? Balanslaşdırılmış diyetlər var. Marketinq məqsədi ilə insanlar onu təklif də eləyir, marafonlarda təşkil edir. Bəli, bu diyetləri istifadə edə bilərlər. Yenə də vurğulayıram. Öz bədən çəklərinə, bədən cinslərinə, fiziki aktivliklərinə uyğun olaraq bir diyet proqramıdırsa, əgər siz həftədə 2 dəfə zalda idmanla məşğulsunuzsa, gəlirsiniz bir 2000 kilokaloriya enerji almalısınız, üstə gəldi o həftədə 2 dəfə zalda məşğul olduğunuzu da nəzərə salsaz, yəni bir müəyyən bir diyet kaloraj almalısınız. Lakin gəlirsiniz, həm məşq edirsiniz, bədəninizdə mikrozədələr olur bu məşqlə bərabər, bədəniniz zülala ehtiyac var və gəlirsiniz yağsız, duzsuz, proteini də bəzən azaldırlar. Çox qeyri-proporsiyalı diyetlərə otururlar. Sonra da fəsadlar baş verir. Anemiya olur bu insanlarda. Bəzən insanlar bəli, qıc olmalar, hətta maqnezium çatışmazlığının qıc olmalara qədər gəlib çıxa bilir insanlar. Yəni ona diqqət eləmək lazımdır ki, bir həkim nutrisioloqun nəzarəti mütləq olmalıdır. Monodiyetləri biz heç zaman tövsiyə etmirik, yağsız diyetlərdir. Yəni bu balanslaşdırılmış formada olmalıdır bütün qidalar. Digər bir möcüzəvi diyetlərdən intermittent fasting, aralıqlı oruc da insanlara tətbiq edir. İndi çox məşhurdur, çox populyardır.
O da hər kəsə tövsiyə olunmur. Onun çox xeyrindən danışırlar deyərdim. Xeyri var. Mən sizə vurğulayım ki, çox xeyirli cəhətdir. Bizim ümumiyyətlə Ramazan ayında tutduğumuz oruc da bu intermittent fastingin bir növü kimi hesablanılır. Və yaxud da ki, bu Yaponiyada 2016-cı ildə alim ona görə Nobel mükafatı da alıb, bir günlük 24 saatlıq aclıq, uzun müddətli aclıqla, yəni orada digər problemlərin, o autofagiya deyilən bir prosesi aktivləşdirdiyi üçün yenə də həkim nəzarəti olmalıdır. Intermittent fasting uşaqlara olmaz, şəkəri diabetlərə olmaz, ikinci tipə, birinci tipdən ümumiyyətlə danışmırıq. Hamilə qadınlara, süd verən analara, körpəsi olan analara ümumiyyətlə olmaz. Çünki bu bədən stres alır, bədən makro və mikronutriyentə ehtiyacdır və bu dönəmdə, qısa dönəmdə bunlara qəbul olunmaması, zulal, şəkərin dalğalanmasına gətirib çıxardır, bir çox fəsadlar verəcək. Saatlarla bu barədə danışmaq olar həqiqətən. Bəli, yəni sonu bitməyən, həqiqətən çox geniş mövzudur. Yəni bunun üçün bir ayrı bir çıxış olmalıdır ki, bu barədə danışaq. Ona görə insanlar şükür maariflənirik, sosial medianın hesabına çox maariflənirik və buna da diqqət eləmək lazımdır ki, yəni 18 yaşına çatmamış mən bəzi insanlar görürəm, intermittent fastingə oturur. Düz deyil, olmaz. Yəni uşaq bədəni inkişaf edən orqanizm, uşaq və yeniyetmələrin ümumiyyətlə diyetaya oturması, bəli, artıq çəkisi olan uşaqları biz oturduruq, amma yenə də sərt diyetlərə oturtmuruq. Bu uşaqların, yəni çəkisi artıq olan və ya piyələnmədən əziyyət çəkən uşaqları, inandırım ki, sizi paketlənmiş qida, işlənmiş qidaları rasiondan çıxardan kimi, sağlam qidalandan kimi bunlar çəki verməyə başlayır. Bir dənə məqsədimiz bunlarda sağlam vərdişləri formalaşdırmaq olur. Bunu formalaşdırandan sonra çəki gedir. Siz onları əsas maraqlandıran nəticə olur. O nəticəni ilk vaxtlarda o qədər almaq istəyirlər. Görməyəndə o nəticəni elə deyirsə ki, ruhdan düşürlər və deyirlər ki, mənim zəhmətim hədər. Yəni onlar belə düşünür ki, zəhmətim hədər getdi. Mən neçə gün ac qaldım, istədiyim qidalardan uzaq durdum ki, çəki atım, amma tam əksini gördüm. Sadəcə burada bir nüans var ki, çəki gələcək. Sizin, yəni həmin o qidalanmadan imtina etməyiniz vaxt ona təsadüf eləyir ki, hələ ki sizdən o necə deponuzdan istifadə olunur da. Yəni sonra təbii ki o nəticəni də görəcəksiniz təbii. Yəni elə sürətlə arıqlama gedəcək ki, çəki atma gedəcək ki. O əsas çətin o birinci həftəni uşaq o paketlənmiş qidalardan, şirin, duzlu, qazlı içkilərdən uzaq olanda çox güclü stres keçirdi. Onu da birdən-birə kəsmirik, tədricən kəsirik ki. Çünki şirniyyatı sevən adamın birdən-birə. Bəli, o çünki onu xoşbəxt eləyir əslində şirniyyat. Və beyni dopamini artırdığı üçün qısa müddətli xoşbəxtlik gətirir. Ona görə biz onu birbaşa kəsmirik, etapla kəsirik. Bəli. Qəbul etdiyiniz qida çalışmalısınız ki, o sizin xəstəliyinizə yox, tam olaraq sağlamlığınıza xidmət etsin. Yəni bunu da belə vurğuluyuruq və təşəkkür edirik Şükran xanım gəldiyinizə görə. Maraqlı bir söhbət idi. Düşünürəm ki, sağlamlıq dedikdə elə biz bunu nəzərdə tuturduq. Çünki hər şey qidalanmadan başlayır. Bu gündəlik vərdişlərimizdir. Biz bugün mifdirmi, onlar həqiqətdirmi, doğrudurmu, öz təsdiqini tapmış həqiqətlərdirmi, onu sizin sayənizdə bugün bir daha gözdən keçirdik, araşdırdıq, öyrəndik. Buna görə sizə minnətdaram və bundan sonra da nə arzulayaq dinləyicilərimizə? Hipokratın gözəl sözü var, qidan dərmanın, dərmanın qidan olsun. Yəni qida dərmanın, dərmanın da qida olsun. Yəni, nə gözəl. Çox gözəl sözdür, həqiqətən hər zaman arzulayaram ki, insanlar bir dənə boş qabını nə üçün yediyini, biz nəyə görə qidanı qəbul edirik? Enerji üçün. Və bu enerji sağlam olmalıdır bizim qəbul. Enerjiniz heç kəsilməsin, necə deyək? Kəsilməsin. Aydındır. Şükran Sədirova idi bugün studiyamızda. Nutrisiolog, həkim, diyetolog və ən əsas da Andop məzunu. Bir daha görüşmək ümidi ilə sizinlə ayrılırıq. Sağ olun. Hər kəsə uğurlar.